Qadınlar güclüdür deyəndə bunu iradə anlamında mı istifadə edirik? Əgər bunu iradə anlamında istifadə ediriksə, cinsiyyətə ayırmadan hər bir insan özündə bu iradəni inkişaf elətdirə bilər və güclü ola bilər. Qaldı ki, doğuşdan gələn xüsusiyyətlərə baxanda isə biz hər hansı bir xüsusiyyətlərimizi belə deyək, yanaşmalar var ki, psixologiyada nəzəriyyələr var ki, bəzi xüsusiyyətlərimizi bəli doğuşdan alırıq, bəzi xüsusiyyətlərimizi isə çevrə faktorlarının təsiri ilə yaranır. Məsələn, gözəl bilirsiniz ki, davranışçı istiqamət var. Bu istiqamətə görə bizim xüsusiyyətlərimiz çevrə faktorlarının təsiri ilə formalaşır və bu gün biz həm müəyyən doğuşdan gələn genetik xüsusiyyətlərlə formalaşırıq, eyni zamanda çevrə faktorları bizə təsir edir. Bu nəzəriyyələri ayırmaq, amma psixologiyada bunlar ayrılıb. Çevrə faktorlarına xitab edən nəzəriyyələr, bioloji faktorlara xitab edən nəzəriyyələr. Amma mən şəxsi fikrimi düşünürsünüzsə, mən düşünürəm ki, bəli, biz doğuluruq müəyyən bir ailədə, daha sonra biz cəmiyyətə çıxırıq, orada bizə müəyyən faktorlar təsir edir. Hər ikisi bir-biri ilə qarşılıqlı əlaqədədir və burada bizim cəmiyyətin də yüklədiyi bizə nüanslar var. Burada çox maraqlıdır bu. Bəzən olur ki, dediyiniz kimi qadınlar belə bir fikir irəli sürülür ki, qadın onsuz da güclü varlıqdır, qadın hər şeyi edə bilir. Bu gözəl görsənir bir tərəfdən də insanın üzərinə böyük bir məsuliyyətlər qoyur. Biz bu günləri belə deyək də, əvvəlki sivilizasiyalara baxanda qadının və kişinin özlərinin işləri var idi. Kişi daha çox ovçuluqla məşğul olurdu, onu gətirirdi, qadın onu ortaya çıxardırdı, belə deyək. Amma bugünkü cəmiyyətdə baxırıq, qadın da belə deyək, ovçuluqla məşğuldur. Bəli, qadın da işin üzərindədir, qadın da işləyir, qadın da çalışır və eyni zamanda tərbiyə prosesi ilə məşğul olur. Amma o zaman daha belə deyək də, bölgü daha sabit idi, konkret idi. Amma bugün qadının bəli üzərinə daha çox məsuliyyət düşür